Atakan Qardaşım, nerede biz oynayaq? sabah yox, biz gün bir dəqiqə gözlə. Gələcəyik. Ata, çayın soyur. Narahat olma da təzəsini sürəcəyik. Bəs Hə, mən vaxt dedim, sən soysa, gələcəksən, işə hazır. onun təzəsi var. Hə, qardaş, narahat olma. Ata, sənə təzə çay süzmüşəm. Al iç. Hə, sağ ol, qoy qoyasın. Hə, qardaş, deyirəm ki, o pul Ata, biz ləpə çay evinə niyə gəlmişik? çay içməyə də qızım. Yox, qardaş, sənin deyil. Amma sən nə çay içirsən, nə də ki bizə baxırsan. Ay qızım, görürsən axı işim var. Yaxşı. Orada nə yazmısan? Heç nə, müəllimə tapşırıb. Hə, yaxşı qardaş. Amma sən narahat olma. Atamla keçirdiyim ən gözəl gün. Bəs niyə bu boşdur? Əslində mən onu bu gün yazmalıydım. Amma sən bizimlə yox, telefonla vaxt keçirdin yanında. Ata, biz ləpə çay evinə çay içməyə və nə oynamağa gəlməmişik. Sənlə vaxt keçirməyə gəlmişik. Biz tək qalmışıq axı. Bu səhifə boş qalmayacaq. Nədə oynamaq istəyirsən, gəl oynayaq. İndi çay içəcəyik, söhbət edəcəyik. Uşaqlar bahalı hədiyyələri yox, onlara ayırdığınız vaxtı xatırlayırlar. Ləpə çay evi, bir samavar çay, bir süfrə, ömürlük xatirə.